Nazənin, sənə başlayırıq. Göşqül müxəmməsinin birinci bəndinin izahına. Buyur. Göşgül iyi ki bilirsən özü Vaqif İlker. Vaqif İlker yəni hər şey bilən deyil, qulaq as, özünə hər şey bilən hesab edən kəs. Agah ol, gör ki nədir naleyini, nəğməyi tar. Agah ol, bax gör ki neyin naləsi. Tarın nəğməsi nədir? Nədir o xuşqalan bu çübdə naleyzar? Deyir, gör ki bu quru çubuqdan, quru deməkdir, çubuq deməkdir. Deyir, bax gör ki, burada xəstənin naləsi nədir? Quru çubuqdan xəstənin naləsi nədir? Ki, sədasından qayrət olur, səbri qərar. Ki, onun sədasından səbri və qərarı yox olur, qayrət olur. Açmırsan pərdəni, hər pərdə var 100 əsrar. Əsrar sir deməkdir. Deyirsən pərdəni açma, hər pərdə 100 sir var. Kifayətdir. İndi sən mənə deyə görüm, göşqül nə deməkdir? Qulaq as. Bəs Vaqif İlker, Hər şeyi bilən hesab edir. nalə-i ney, Neyin naləsi? nəğmə-i tar, Tarın nəğməsi. nalə-i-zad, Xəstənin naləsi. səbr qərar. Səbri və qərarı. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar nə deməkdir? Sən bir əsrar sir deməkdir. Deyirsən pərdəni açma. Burada 100 sir var. Sirlər pərdəsindən danışılır. Doğrudur. İkinciyə keçirik. Qoymaz o tarı müğənniniyə ağuşundan, düşməz o xanə bərəndəzlərin duşundan, huş ilə quş idi hər kimsə gedər huşundan. Pəmbəyə qəfləti çəksən dəxi can qoşundan, ta ki əsrar nihanə olasan bərxudar. Deyir ki, müğənni tarı niyə qucağından yerə qoymur, niyə səyahət edənlərin çiynindən düşmür. Deyir ki, hər kim diqqətlə qulaq assa, huşun itirər. Sən də qəflət pambığını qulağından çıxar, ta ki gizli sizlərdən faydalanmış olasan. Ay, sağ ol. Deməli, Şəbnəm, xanə bərəndazlar nədir? Xanə bərəndazlar səyahət edənlər. Yaxud ev yıxanlar. Huş və güş nədir? Huş elə huşdur, quş qulaqdır. Aha, yaxşı. Pəmbəyə qəfləti? Pəmbəyə qəflətdə qəflət pambığı. Əsrar-ı nihan? Gizli sirlər. Bərxurdar? Faydalanmaq. Səncə bu bənddə ərəb-fars izafətlərini geniş şəkildə görürsənmi? Aha, görürük. Bəli, düzdür. Davam edək kimlə? Şəhriyarla. Bərabər dəmi İsa'yı müğənni dəmini, qılıb ehya ödüvi, seyr elə ruh aləmini. Sən deyir, İsa'nın nəfəsi ilə müğənninin nəfəsini eyni tutkinan, özünü canlandır kinan və ruh aləmini seyr elə. Ziri qəm olmaginan, yəni qəm dərəsinə baxmaginan, eşit nəğmə-i zülüb əmini, yəni nəğmənin zilini eşitkinən, çəkmə agisən əgər dəhri müxalif qəmini. Demək istəyir ki, yəni vaqifsənsə, agilsənsə əgər o biri dünyanın qəmini çəkməginən, şuura gəl, nəğmə ilə çək qəmi dünyaya həsər. Şuura gələn candan ginan, o biri dünyaya nəğmə ilə həsər çək. Düzdür. Yaxşı. Şəhriyar, səncə hansı ədəbi növdədir bu şeir? Lirik növdür. Hansı vəzindədir? Ərus vəzini. Hansı bəhirdədir? Əməl. Əməl bəhrindədir, düzdür. Hansı janrdadır? Müxəmməs Hansı? beşik olmaz. Bəs hansı şeir vahidindədir? Şeir vahidi deyirəm. Şeir vahidi. Bəli. Bənd forması. Ay, sağ ol. Yaxşı. Səncə hansı peyğəmbərin adı çəkdi bu bənddə? İsa peyğəmbərin. İsa peyğəmbərin. Dəmi İsa deyəndə nə başa düşdün? İsa'nın nəfəsini, sənin bərabər tutkinən müxəmməs. Aha. Bəs ziri qəm nədir? Yəni qəm dünyasına batma. Aha. Nəğmə-i zil və bənd. Nəğmənin zilini. Yəni nəğmənin bəmini eşit. Bəli. Ən aşağı notunu və ən yuxarı notu adlanır zil. Yaxşı. Bəs çəkmə aqilsən əgər dəhri müxalif qəmini. Əgər aqilsənsə, o biri dünyanın qəmini çəkmə. Düzdür. Bəs nəğmə ilə çək qəmi dünyaya həsar. Nəğmə ilə o biri dünyaya həsar çəkkinə. Düzdür. Kimlə davam edək? Deməli, Zeynəb. Buyur. Musiqi məclisinin əhli gərək əhli bəsər, ta görə pərdə-i əsrarda 100 nəqşüsü var. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Ləhnini Davud eləməz, növbi cəmadətə əsər. Məni ərbab edər,
Gülş Süxən, ey huşyar. Deyir ki, musiqi məclisində oturanlar gərək hər şeyi dərk edənlər olsun. Ta Pərdə- görə pərdə-i əsrarda 100 nəqşüsü var. Sirlər pərdəsində gərək görək 100 naxış, 100 sürət. Kim ki zövq əhli deyil, anı hesab elə həcər. Kim ki musiqidən zövq almır, onu həcər, yəni daş hesab elə. Hər kəsə təsir edən Davudun sözləri zövq əhli olmayanları, yəni daşları təsir eləmir. Sözü eşidənləri, sözə qulaq asanları ağıllı, aqil yaradar, aqil eləyər. Aha. Deməli başa düşdük ki, əhli bəsər nə deməkdir? Hər şeyi də dərk edənlər. Bəs pərdə-i əsrar, 100 sirli pərdə, nəqşüsü var. naxış və surətlər. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Anı nə deməkdir orada? Onu həcər bəs Daş, hansı peyğəmbərin adı çəkildi? Davud. Məni ərbabı edər Gülş Süxən, ey huşyar. Orada deyir ki, sözə kim qulaq assa, onu ağıl eləyər də söz. Yəni ağıllı edər. Düzdür. Kimə davam eləyək sonuncu bəndi? Bəli, əlbəttə. Bəli, surət şəkil. Düzdür. Ali, sənə davam edirik. Zahid Tanrıya bax məclisi Ürfandır bu. irfandır bu. Tanrı əsbabı mənahi demə böhtandır bu. Mey gör saqiyə bax kövsər qılmandır bu. Cümləsi pərdə və xüseyi süpandır bu. Mey də haqq nurunu gör, səhvini qıl istiva. Zahid Tanrı məclisi irfan burada ağıl məclisi deməkdir. Zahid Tanrıya bax bura ağıl məclisidir. Tanrı əsbabı mənahi, yəni qadağan olunmuş alət demə, böhtan, yəni böhtan şərdir bu. Meyi gör, saqi isə mey məclislərində xidmət eləyəndir. Kövsər isə bulaq deməkdir. Rımman isə cənnətdəki mələklər nəzərdə tutulur. Cümləsi pərdə və xüsusi sübhan isə Allahın nuru üzündə olan insanlar deməkdir. Meydə haqq nurunu gör, səhvini qıl, istiğfar. İstiğfar isə yəni at dilədə, yəni üzr. Deməli, Rəna Akkız sizdən təhlil edəcəyik. Rəna, səncə şeir klassik şeir ənənələrinə əsaslanır, yoxsa xalq şeiri üslubundadır? Klassik şeirə əsaslanır. Düzdür. Alman sözlər şeirdə işlənibmi? Səncə bu alman sözlər məzmunla bağlı müəyyən bir təəssürat yaradırmı? Bəli. Səncə şair nəyi haram sayanlara qarşı çıxır? Tarı böhtan sayanlara. Yəni şeirdə Zahidin fikri nə idi? Nəyi haram sayırdı ki, lirik qəhrəman da ona qarşı çıxır? Musiqini haram sayanlara qarşı çıxır və onu dinləməyi günah sayan Zahidə öyüd verir sanki. Sonda deyir Zahidə Tanrıya bax. Həmin o hissədə. Məclis irfandır bu. Lirik qəhrəman əhali nəyə səsləyir? Yəni bildirir ki, insanlar Zahidə inansınlar. Xeyr. Necə deyir ifadəni? Zahidə Tanrıya bax məclis irfandır bu. Zahidə Tanrıya bax, yəni bura ağıllı məclisidə Allahı dərk edənlər məclisidir. Aha. Musiqiyə qarşı lirik qəhrəmanın fikirləri. Deyir ki, musiqi əhlini gərək görən olsun, onu dinləyən olsun ki, o hər gizli pərdədə yüz bəzək və surətlər görsün. Gülş qız Seyid Əzim Şirvaninin hansı məzmunda olan şeirinə aiddir? İctimai məzmuna, düzdür. Rəna, səncə deyə görə bu şeirdə bədvin yoxsa nikbin ruh hakimdir? Nikbin ruh. Səncə birinci bənddə başlayan nikbin ruh sona qədər davam edirmi, yoxsa müəyyən bir hissədə kəsilirmi bu? Sona qədər davam edəcək, düzdür. Səncə şeirdə deyilirmi ki, əgər mahnını ziri qəm olma eşit nəğmə zili bəmnə, həmin o hissədə deyilmi ki, əgər mahnını daha yüksək səslə ifadə etsə, Tanrıya daha tez çatar? Xeyr, təbii ki. Bəs həmin misalın açıqlaması nədir? Nə deyir ziri qəm olma eşit nəğmə zili bəmni? Deyir, nəğmənin zil və bəmini eşit. Aha, düzdür. Biz bu şeiri oxuyarkən lirik qəhrəman nəyə çağırışını hiss edirik? Nəyə çağırır insanları? Zahidlərə inanmağa. Aha, sonra? e, Musiqidən zövq almağa. Rəna, kimlə bağlı dini rəvayət xatırlanır əsərdə? İsa Peyğəmbərlə. Niyə məhz burada deyir ki, tut bərabər dəmi İsa'ya müğənni dəmni? Yəni İsa'nın nəfəsi o biri dünyada olanları canlandırır.
ölüləri dirildirmiş, xəstələri sağaldırmış. Ona görə də İsa peyğəmbərlə bağlı olan həmin rəvayət bu hissədə göstərilir. Axı səncə musiqini başa düşməyənləri müəllif nə adlandırır? Daş hesab edir. Daş hesab edir. Bəs Müxəmməsin özündə bu ifadə hansı formadadır? Şeydəki Bəli. deyir ki, kim zövq əhli deyilsə onu həcər hesab edir. Yəni də Həcər hesab edir. Ay sağ ol, düzdür. Səncə Rəna, lirik qəhrəmana müəllifə görə insan musiqi alətindəki əsas sirri, duyğunu, hissi duymalıdırmı? Bəs axı səncə bu müxəmməsdə arfe ilə bağlı olan, yəni Yunan əsatiri olan arfe ilə bağlı olan məqam xatırlanırmı? Biz müxəmməsin içərisində bunu görürükmü? Müxəmməsin içərisində görmürük. Yəni müxəmməsin məzmununda bu yoxdur, sadəcə olaraq müəllifin təhlilində var. Səncə şeirin yazıldığı bəhr məzmunla uyğun deyil? Uyğundur. Rəməl əruz vəzninin elə bir bəhridir ki, açıqlaması nədir? Yəni rəməldə yazılan şeirlər necə olmalıdır? Nəyə bənzədilir sanki? Rəməldə yazılan şeirlər nəyə bənzədilir? Haqqız. Həzəcdir o. Ləngər. Bəli. Dəvənin yavaş-yavaş ləngərlənə yeriməsinə bənzədilir. Rəna, səncə İsa peyğəmbərlə yanaşı başqa hansı peyğəmbərin adı çəkilir? Davud peyğəmbərin. Səncə İsa'nın nəfəsinə bərabər tutulan nədir? Müğənninin səsi. Haqqı, səncə müğənninin səsi Davud peyğəmbərin səsinə bənzədilirmi? Nəfəsinə bənzədilir. Rəna, səncə müəllif deyir ki, nə zaman insan ağıldan gedər? Yəni, mahnıya necə qulaq asmalısan ki, ağıldan getməlisən? Diqqətlə qulaq asın. Aha, həmçinin ağılla qulaq asmalı deyir. Huş ilə, güş ilə hər kimsə gedər huşundan. Musiqiyə ağlı ilə qulaq asanın ağlından gedər. Bəs axı, səncə meydə haqq nurunu gör, səfinə qıl istiğfar. Bu nə deməkdir? Deyir, şərəbdə haqqın nurunu görür, səfinə görə seçdi. Aha, düzdür. Səncə aqil insanlara nə məsləhət görülür? Deyir, əgər sən aqilsənsə, dünya qəmi ilə öz məqmanasına hasar çək. Düzdür. Rəna, gizli sirlərin sənə bələd olması üçün müəllif nə məsləhət görür? Qəflət pambonu bulmaq. Bəli, deyir, pəmbəyi qəfləti şey, sən daxil can görüşündən, düzdür. Musiqi məclisinin əhli necə adlanır? Gərək görə bilənlər olsun bu. Əhli bəsər. Musiqi məclisinin əhli gərək əhli bəsər. Rəna, səncə şeirdə hər hansı bir şifahi xalq ədəbiyyat nümunələrinə rast gəlirikmi? Hər pərdədə haqqız nə var idi şeirə görə məzmunda? 100 nəqş və surət. 100 sir var. Hər pərdədə, açma sən pərdəni, hər pərdədə 100 əsrar var. Bəli, 100 sir var deyil. Rəna, səncə bu şeirə görə lirik qəhrəman insanlara məsləhət görürmü ki, qəmin əsri olun? Xeyr. Qəmin əsri olun. Düzdür. Səncə bu şeirin məqsədi haqqız? Səncə bu şeirin məqsədi sırf ruhanilərə qarşı çıxmaq edir? Bəs əsl məqsəd nə idi onda? Aynı? İnsanlar musiqidən zövq almağa, dəmin dərinci bilməlidir. Bəli. Tənqid elədiyi hədəf də odur ki, musiqini Silməyənlər, musiqi təsir etməyənlər, yəni yaşatmanlar, onları tənqid edir. Doğru. Aynı. Səncə musiqi məclisi nə məclisinə bənzədilir? Musiqi məclisinə. Yəni ağıl məclisi. ağıl məclisinə bənzədilir, düzdür. Hər pərdədə yüzlərlə nə var idi şeydə görə? Deməli, 2 ilə davam edək. Sözlər mənasını soruşursam təzədən. Öyrənmişik sözlər mənasını, bilirik yəqin. Mədinə. Güney davam edirik. Güney, səncə Vaqif Kar nə deməkdir? Hər şey bilan. Mədinə. Agah ol. Xəbərdar ol. Güney əsrar. Əsrar sir. Xuşk bəs. Xoş qrup. Nəğmə itar. Tarım nəğməsi. Nalə ney. Neyin nəğməsi? Duş.
Duş, çin, Ağuş, qucaq, Nalə İzar, xəstənin naləsi, Xanə Bərəndaz, səyahət edənlər dözdüklanlar, düzdür, Mədinə, Pəmbə Qəflət, qəfil pambığı, Güş, qulaq, İha, canlandır, düzdür. Dəhri müxalif, çəkmə aqil sənəgər, dəhri müxalif qəmli. dünya, o biri dünya qəmi, Ziri qəm olmaq, dərdə düş olmadı, dərd çəkmə, düzdür. Bəs dəm İsa, İsa nəfəsi, İsa'nın nəfəsi. Bəs bərxurdar, ta ki əsrar-ı nihani olasan bərxurdar. Günel, ayda xəlasına xəbərdar olur, düzdür. Qəm-i dünya, bu dünyanın qəmi, pərdə-i əsrar, pərdədə olan sirlər, mey, şərab, qılman, mələk, kövsər, köfsər cənnətlər, istiğfar qılmaq, istiğfar qılmaq, üzr istəmək, saqi, sabi, şərabı paylayan, məclis irfan, ağıl məclisi, suxən, suxən, bəli, söz, afərin. Ərbab, ərbab, insanlar, bəli, insanlar, anlayanlar, başa düşənlər. Hansı peyğəmbərlərin adı çəkildi Günel? İsa Peyğəmbər, Davud Peyğəmbər, İsa peyğəmbər, Davud peyğəmbər. Birinci bəndi görürsənmi orada? Birinci bəndin açıqlamasını Günel səndən bir daha alaq. özünü hər şey bilən, hesab edən qulaq as, tarım nəğməsini, neyin nəğməsinin nə olduğunu gör, agah ol, bu quruculuqda olan insanların ailəsi nədir ki, onun sədasından hər kəsin səbir qərarı tükənir. Sən hər pərdənin ağzında, hər pərdədə yüzlərlə sir var. Afərin. Mədinə, görürsən oradan lövhəni? İkinci bənd buyur. Deyir ki, tarım müğənnini niyə qucağından yerə qoymur, səyahət edənlərin niyə çiynindən yerə düşmür, əgər sən ağılla dinləsən, huşdan gedərsən, qəfət pambığını qulağından çıxart ki, gizli sirlərdən xəbərdar olursan. Düzdür. Cənnətdə mələklər. Sənan, izah edə bilərsən sən, lövhəni görə bilsən orada. Hansı mənim? Nasıl? Hə, tamam. Səsəmiz Aha. kənarda. Gedək gözlərim. Tut bərabər dəm isə müğənni dəminidir. İsa'nın nəfəsini müğənninin nəfəsinə bərabər tut. Qılıb ehya özünü seyr elə ruh aləmini. Qaldır özünü və ruh aləmini seyr elə. Ziri qəm olma. Eşit nəğmə ezülür dəmini. Deyir sirrin qəmin əsri olma. Nəğməni melodiyalarını eşit. Çəkmə aqilsən əgər dəhri müxalif qəmini. Əgər aqilsənsə, müdriksənsə, o biri dünyanın qəmini çəkmə. Şuura gəl, nəğmə ilə çək qəmi dünyaya həsar. Ağla gəl, şuura gəl, nəğmə ilə o birisi dünyaya həsar çək. Düzdür, afərin sənə. Onu Şəhriyarla davam edib sizdən Dördüncü Qafqaz müsəlmanlarını çəkəcəyik. Dördüncü bənd. Musiqi məhsinin əhli gərək əhli bəsə. Yəni musiqi məhsinin əhli gərək bilənlərdən, vakiflərdən ibarət olsun. Ta görə fərdi əsrarda yüzləşki sübət. Ta ki görə o pərdədə olan sirləri yüz, şəkil və naxşı görə. Kim ki zövq əhli deyil, anı hesab elə həzər. Yəni demək istəyir ki, kim ki əgər zövq əhli deyilsən, onu baş hesab elə. Ləhn-i Davud eləməz, növ-i cəmadə təsir. Yəni Davudun nəğmələri belə ona təsir eləməz. Məni ərbab edər, güc sıxan ey hüşyar, ey vaqif, sözə qulaq asan, necə deyim, elə vaqif olar. Sənanla davam edək. Sənan, sonuncu bənd. Zahidə Tanrıya bax, məclis irfandır bu. Zahidə Tanrıya bax, bu Allahı dərk edənlər məclisidir bu. Tarı əsbabı mənahib demə, böhtandır bu. Tarı qadağan edilmiş alət demək, böhtandır, şərdir bu. Meyə gör, saqiyə bax, kövsəri qılmandır bu. Şərabı gör, meyi paylayana bax, bu qulağın xidmətçilərdir bu. Cümləsi pərtəvi, rüsxi, sübhandır bu. Bunların hamısı səhərin nurudur. Meydə haqq nurunu gör, səhnə qıl istiğfar. Meydə üzünün nurunu gör, səhvinə görə üzr istə. Səncə sonda müəllifə xitab varmı? Evet. Sonda müəllifə xitab yoxdur. Bəs kimə xitab var sonda?
Zahidiyə. Zahidə. Zahidə xitab var. Zahid kim idi? Zahid kim idi sizcə? Günel? Din adamı, bəli. Din haqqında həqiqətləri deyən. Yaxın. Yaxşı, bu qədər.